TikTok hesabımda 4 milyondan çox izlənilən pizza reseptini yenidən siz dəyərli izləyicilərimlə paylaşmaq istədim. Bu dəfə fərqli sosdan istifadə etdim, çox ləzzətli alındı. Xəmir üçün qaba 1 stəkan yarım ilıq su, 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı quru maya əlavə edib qarışdırırıq. Üzərinə 1 çay qaşığı duz, 1 ədəd yumurta, 4 xörək qaşığı duru yağ və 4 stəkan yarım unu da əlavə edib yumşaq ələ yapışmayan xəmir yoğururuq. Xəmiri 30 dəqiqə gözlədib bu arada sosu hazırlayırıq. Sos üçün 2 ədəd pomidor, 2 diş sarımsaq, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və duru yağdan istifadə etdim. Sosumuz artıq hazırdır. 30 dəqiqə gözlətdiyimiz xəmiri 2 hissəyə ayırırıq. Heç gözlətmədən ilk gündəmizi yağ əlavə etdiyimiz soba listinin ölçüsü boyda yayırıq. Üzərində çəngəllə dəliklər açıb hazırladığımız sosdan əlavə edərək hər tərəfli şəkildə yayırıq. Pizzanı istədiyiniz ingredientlərlə hazırlaya bilərsiniz. Mən kalpasa, mozzarella pendiri və pomidordan istifadə etdim. Pizzanın alt hissəsindən mozzarella pendiri, kalpasa üzərindən pomidorları əlavə edib əvvəlcədən isidilmiş 245 dərəcəli sobada təxmini 15 dəqiqə bişirdim. Bişməsinə 2-3 dəqiqə qala sobadan çıxardaraq üzərinə təkrardan mozzarella pendiri əlavə edib sobaya əriməsi üçün göndərdim. Yumşaq xəmiri inanılmaz ləzzəti üçün bu pizzanı bir dəfə də hazırlayıb dadına baxmağa dəyər məncə. Hələlik!